Və 30-cu sual belə idi. What are libraries used for? Kitabxanalar nə üçün istifadə edilir? Bu cümlələri bilirik ki, ən azı 3 cümlə ilə tamamlamalıyıq. Tamamlayarkən meyara əsasən cümlələrdən biri mürəkkəb cümlə olmalıdır. Və həmçinin də bağlayıcıdan da istifadə eləmək yaxşı bir hal sayılır. Libraries are used for reading and borrowing books. Kitabxanalar kitab oxumaq və yaxud kitablara borc götürmək üçün işlənir və yaxud cümləni belə başlaya bilərsiniz. Firstly, I must say, birincisi deməliyəm ki, libraries are used for reading and borrowing books. People go there, bağlayıcıdan istifadə edə bilərsiniz. Additionally, people go there to study, do research, and find information on many topics. Və sonda da, in the end, I want to add, əlavə eləmək istəyirəm ki, that they are also quiet places where students can concentrate and improve their knowledge. Bu formada verə bilərdiniz. Və yaxud başqa bir versiya göstərim, belə başlama olar. I am of the opinion that libraries are important places where people can learn new things. Mürəkkəb cümlə şərtini ödədik. They offer books, bağlayıcı əlavə eləyə bilərik. Moreover, they offer books, magazines, and computers for research and study. Additionally, many students use libraries to prepare for exams or work on school projects. Başqa bir versiya. Firstly, I must say that people use libraries. Yox, əgər kitabxanalar işlənir kimi yazsınız, o zaman şagirdlər bəzən belə yazırlar. Libraries used. Olmalıdır, libraries are used by people to read, study, and explore different subjects. Additionally, they are good places to find reliable information. In conclusion, sonda, libraries also help people develop their reading habits and improve their language skills. Gördüyünüz kimi, mümkün qədər çalışıram ki, bağlayıcılardan, bağlayıcı sözlərdən istifadə edeyim. Və sonda, libraries are used for gaining, getting,